Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 17-sinə olan hava haqqında məlumatı təqdim edirik. Görək həftənin şənbə günü ölkəmizdə hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 16-sından 17-sinə keçən gecə bəzi yerlərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 13-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Əksər rayonlarımızda hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 13-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hər birinizə xoş həftə sonu arzulayıram. Görüşənədək.